Hər vaxtınız xeyir olsun, hörmətli xanımlar və cənablar, dəyərli Dalğa FM-ə nəzər yetirənlər, bizi eşidənlər, xoş gördük hər birinizi. Mən Kamran Yaradanquliyevin təqdimatında həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsinə hal-hazırda diqqətlə təklifimiz odur ki, qulaq asasınız. Niyə? Çünki həmişə olduğu kimi bu dəfə də efirimizdə iştirak edən qonaqlarımızın faydası var. Xüsusilə iş axtaranlar və işçi axtaranlar. Baxın, bir daha deyirəm, iş axtaranlar və işçi axtaranlar. Bəli, düz eşitdiniz. Azərbaycanda, hətta dünyada bu dəqiqə ən aktual mövzudur. İşçilər rəhbərdən şikayətçidir, rəhbərlər işçidən şikayətçidir, amma hamı axtarışdadır. Amma hamı da işləyir, amma sabah ərzəmi yazıb deyirəm, sabah ərzəmi yazıb işdən çıxıram deyib də illərdir çalışan var və yaxud sabahdan falan kəslə yollarımızı ayırıb deyib də falan kəslə hələ də çalışan yetəri qədər rəhbər heyət var. Belə, başladıq efirimizə və işinin adamı studiyadadır. Lamar.az şirkətinin təsisçisi Əbdül Bayramı bizdən birlikdədir. Xoş gəlmisiniz. Xoş gördük Canan bəy, hər kəs salamlayıram. Ümid edirəm ki, bu yaratdığımız yeni platforma, hansı ki, orada bir dəyər yaratmaq istəyir, insanlar dəstək olmağa çalışır. Bu da hər kəsə maksimum öz bir növ faydasını verəcəkdir. Bəli, inanırıq ki, faydasını verəcək. Ümumiyyətlə sizin platforma həm iş axtaranlar, həm iş axtaranlar üçün nəzərdə tutulub. Ümumiyyətlə Azərbaycanda 100% araşdırma edirsiniz. Yaşa uyğun araşdırma edirsiniz. Sahəyə uyğun araşdırma edirsiniz. Bugün hansı yaş aralığında daha çox iş axtaranlar var və daha çox hansı iş axtarırlar? Hansı iş axtarırlar sualının hamısına bir ümumi bir cavab verməsiyim, rahat iş axtarırlar. Əsas odur. Hansıdır o rahat iş? Və daha çox oturaq işlər və s. Ümumiyyətlə, bugün belə deyək də, yaş kateqoriyasına bölsək, hər yaşda insanlar iş axtara bilərlər. Amma o desək ki, balanslı olaraq da ki, bu ixtisaslara daha çoxdur, onu demək yaşda daha çoxdur, bunu demək biraz çətin olar. Amma iş tapmaqda çətinlik çəkənlər daha çox 40 yaşdan yuxarı olan insanlardır. Çünki dünya sürətlə dəyişir, texnologiya inkişaf eləyir və bu dəyişikliyə uyğunlaşma mərhələlərində həminki o yaşdakı insanlar biraz gecikirlər. Amma yeni dövrün peşələri var ki, onlar daha çox belə bacarıq, daha çox bilik tələb eləyir, daha çox texnoloji, xüsusilə rəqəmsal biliklər tələb eləyir. O hissədə müəyyən qədər axsadıqlarına görə biraz çətinliklər çəkə bilirlər. Biraz burada xarakterdir məncə, öz sözünü deyir. Biz 40 yaşdan yuxarı, hətta 50 yaşdan yuxarı fikir verəndə görürük ki, məhz işləyən və arzu olunan əməkdaş, işçi olan şəxslər, kadrlar daha çox şirin dilli adamlar olurlar. Fikir verin, kollektivdə hamı istəyir ki, falan kəsdən çalışaq. Amma o yaşlarda, hətta ondan daha gənc yaşda egosu olan, biraz naz edən, sifət sallayan, tez-tez küsən və ya da o iclaslarda məşhur bir bədən hərəkəti var, dərinə nəfəs almaq. Bax, bunu tez-tez eləyənlər heç arzu olunan əməkdaş deyil. Mən sizdən razıyam, amma gəlin bir şeydə etiraf eləyək ki, yaş artdıqca adaptasiya və dəyişikliyə uyğunluq çətinləşir. Çünki məsuliyyət artır və qayğılar artır. Məsələn, 23 yaşlı bir gəncin 45 yaşlı bir insanla, orta yaşlı bir insanla iş adaptasiyası eyni olmur. Yəni adamın 23 yaşlı gəncin nə qayğısı yoxdur. Belə deyib, razıyam, qayğıları olanlar da var. Yəni bunları ümumiləşdirməyək, amma daha çox hissəsini belə deyək. Amma o qayğılar və müəyyən yanaşmalar sadəcə o, bəs xüsusilə yaşlı insanlarda bir background olur, təcrübə olur, hansı ki onun istinad elədiyi müəyyən bir təcrübələr olur. O düşünür ki, mən bunu belə görəmsə bu belədir. Siz dediyiniz o bir var sağlam ego və sağlam olmayan bəzən egolar formalaşa bilir. Mən sizə razıyam və mənim düşüncəmə görə bu təkcə o yox, sırf dəyişikliyə uyğunlaşma tərəfindən. Çünki doğrudan da biz çox çətin dövrdə yaşayırıq və təsəvvür edin, 90-cı illəri təsəvvür edin, telefon yox, çox az adamda, az sayda tərəfə çıxır və evdən çıxdı bir ancaq ev telefonuna hər kəs bir-birinə əlaqə saxlayır. Amma indiki dövrdə baxırsınız ki, artıq görüntü 90-cı ilə kiməsə desəydiniz ki, mən görüntülü danışacağam kimlənsə, yəni bu sadəcə fantastik bir şey. Hətta onunla bağlı bir kino da var 70-ci illərdə, bu da fantastik kinodur. Yəni belə bir şey olmur. Ona görə də çox sürətlə üzürsəm görüntülü, buradan dünyanın o başından görüntülü danışacağımızı desəydik, 100% adamı bir ciddi müalicəyə aparardılar ki, bunu bir müalicə ilə bu çox belə olmayan şeylər düşünür.
Bəli, hətta Steve Jobs 2006-cı ildə deyəndə ki, hər şey bu telefonun içində olacaq, iPhone belə tuturdu. Deyirlər Steve Jobs dəlidir. Yəni, belə şey mümkün deyil. Amma bu gün telefonu təkcə qoysaq bir kənara, bank kartlarımız, bütün məlumatlar, hər şey onun içindədir. Yəni bu gün hər şey o qədər rəqəmsallaşıb ki, hətta şəxsiyyət vəsiqəsini heç kim üstündə yazdıran MyGov-dan məsəl üçün göstərə bilər. Bütün informasiya orada. Maraqlarımız, musiqi, qida və s. Biz biraz hələ ki səthi başlamışıq mövzuya, amma siz iş axtaran və işçi axtaranlar arasında məncə yetəri qədər artıq bir məlumata, bazı məlumatlara sahibsiz. Bu maqnitə mən çox vaxt bənzər edirəm iki maqnitin birləşməyinə. Onları yaxınlaşdırırsan, bir-birinə o mənfi müsbət mövzusudur da, sanki belə birləşmirlər. İş axtaranla işçi axtaran. Bəs yaxşı, bu işçi axtaranlar hardan düzəməlli bir rəis istədik kimi əməkdaş axtarsın? Bəlkə biz axtarmanın yolunu bilmirik. Biz ümumi belə bir dünyada bayaq dəyişkənliklərdən danışdıq. Dəyişkənliklərdən biri də odur ki, artıq insanlar freelance işlərə meyillilikləri artmağa başlayır. Bütün dünyada tendensiya bu istiqamətdə gedir. Başından qaynar su tökülür onu yazanda. Hətta bu platformanın da kökündə dayanan məsələlərdən biri də ən vacib məsələdir. Hətta bizdə bir misal var idi, Azərbaycanda deyirlər. İşdə oturub iş axtarmaq kimi də belə deyək. Məsələlər var. Bu platforma hər formada hər kəsə o dəstək olacaq və mən sizlə razıyam ki, bunu bir market kimi fikirləşsək, burada insan necə gedir ki, marketdə hər hansı bir seçimi edəcəyi bir ərzağı və s. seçir. Bu bizim platformada da o insan bacarıqlarını seçəcək. Yəni məqsəd nədir? Hər bir insanın mütləq ki bir bacarığı var. Neçə yerə bölürsüz bacarıqları ümumiyyətlə? Yox, bacarıqları ümumi belə təsnifləşdirə bilmərik. Yəni onu tutaq ki, bu bacarıqlarda insanlar var. Bəzən görürsən kimsə yaxşı səsi var, məsələn musiqi oxuya bilir. Bəzən görürsüz ki, məsələn hər kəsin bir özünə uyğun fərqli bir bacarıqları ola bilər ki, hansı ki o bacarıqlarda digər bir insana ehtiyac ola bilər. Məsəl üçün bəzi işlər var ki, biz özümüz də o işi görə bilərik, amma vaxtımız olmadığına görə bilmirik. Digər bir insana cəlb eləməyə düşünürük. Məsəl üçün adətən bunu biz hardan tapırıq? Ya dostdan, ya tanışdan hardansa. Amma bu platformaya daxil olanda və axtarış verdiyiniz anda artıq həminki insanlar çıxır, yəni axtarışda və xəritə üzərindən kimsə yaxındır, görə bilirsiniz. Onların bacarıqlarını görə bilirsiniz. Sertifikatları varsa, gördüyü işlər varsa onları görə bilirsiniz. Hətta reytinqini belə görə bilirsiniz. Və ona uyğun seçim eləyə bilərsiniz. Məsəl üçün deyək. Tutaq ki, yəni bir növ brief təqdim olunur. Yəni sən bu brief üzərindən sualları cavablandırmaqla hətta özünü kəşf eləmiş olursan da. Yox, brief vermirik. Yəni hər kəsin özünün bacarığını özü bilir də, belə deyək. Çox vaxt deyə bilmirlər, fikir vermirsiniz. Deyə bilmirlər, amma bilirsiniz, bəzən o əmək haqqı qazanmaq, pul qazanmaq istəyi, onlarda nəsə iş görməliyəm sualını verdirir də özünə və o mən hansı işi görüb və yaxud hansı bacarığa əsasən belə deyək də pul qazana bilərəm düşüncəsi yəni. Misal üçün belə deyək. Hər hansı bir tələbələr götürək də. Tələbələr adətən daha çox aşağı kateqoriyalı işlərdə işləyirlər. Məsələn, ofisant bəzən işləyirlər, bəzən görürsünüz daha çox cavanlıqda, yəni o yaşlarını. Amma 500-dən yuxarı bal yığan tələbə mütləq ki bir fəndən 20+ yazıb. Yəni mütləq ki bir fənni yaxşı bilir. İndi gəlin buna bu bilir. Tutaq ki X bir fənni riyaziyyat götürək ki, bu adam riyaziyyatı yaxşı bilir. Riyaziyyatın üstündən gedək. Mənim də övladım 5-ci sinifdə oxuyur və yaxud 7-ci sinifə qədər götürək. Oxuyan övladımı fikirləşək. O ona riyaziyyat öyrədə bilər də, düzdür. Məsələn, onu öyrətməyə mən də öyrədə bilərəm, amma hansı ki o biliklərə sahibik. Sadəcə mənim vaxtım yoxdur. Onu öyrədə bilər, düzdür. Bu halda nə olur? Biz o adamda ən azından onun övladı öyrədə müəyyən bir bacarığı daha da inkişaf eləməyə başlayır, həm də pul qazanır ondan. Və həm də mənim özüm daha ucuz müəllim tapmış oluram. Bizim nə demək istəyirəm? Yəni hər bir halda Allah razı, satan razı misalı. Bəli, hər bir halda mənim məsəl üçün öz-özümə fikirləşirəm 5-ci sinif uşağına niyə mən tutaq ki, kifayət qədər çox pul ödəyib daha belə müəllim tutmaq. Hansısa da bu vurma cədvəlində deyəcək ki, vur gelir. Hə, sadəcə mənim ona vaxtım yoxdur deyə. Bəli, sadəcə olaraq mənim ona vaxtım yoxdur. Yəni izahım budur ki, hər bir insanın mütləq ki bir bacarığı var və o bacarığına uyğun qeydiyyatdan keçib profilini dolduranda onun bacarığına ehtiyacı olan insan onu rahat şəkildə görə bilir. Və yaxud indi gələk bunu işçi axtaran prizmasından baxaq məsələyə. Tutaq ki, sizə övladınıza müəllim lazımdır və yaxud da dayə lazımdır və s. Bu halda nə baş verir? Siz girirsiniz, axtarış verirsiniz. Misal üçün, dayə istəyirsiniz ki, xarici X bir dil bilsin. Məsələn, ingilis dili dayə olsun. Girdiniz platformaya tapa bilmədiniz. O halda elan verirsiniz. Elan verirsiniz ki, mən ingilis dili dayə axtarıram. O elana uyğun da bir təkliflər önə çıxır. Avtomatik notification hər kəsə gedir, bildiriş ki, mən filan kəs dayə axtarır və insanlar özləri ora sizə müraciət edirlər ki, bizə belə bir və plus
hətta elanları belə lokasiya üzrə görmək olur ki, hansı iş axtaran harda yerləşir, mən işi qəbul etsəm harda işləyəcəm. Aydındır. Əziz dostlar, efirimiz davam edir. Nəzərinizə çatdıraq ki, qonağımız Əbdül bəydir. Lamar.az şirkətinin təsisçisi və birazdan şirkət haqqında, ümumiyyətlə gedişat haqqında ətraflı bir bizim məlumatımız olacaq. Amma icazənizlə efirimizin dəstəkçiləri, sponsorları var. Onlardan bəhs etmək niyyətindəyəm. Sponsor məlumatı. Azərbaycanda 1997-ci ildən bəri enerji həllərində etibarlı sinonim olan Estet Engineering şirkətindən danışmaq istəyirik. Yüksək texnologiyalar və avadanlıqların satışı, servisi layihələndirilməsindən açar təslimə qədər tam peşəkar sizə xidmət göstərir. İstər sənaye obyektləri, istər ticarət mərkəzləri, istərsə də infrastruktur layihələri üçün fərdi yanaşma ilə uzun müddətli dayanıqlığı təmin edir. 012 497 17 16 və 051 205 45 45-dir. Təşəkkür edirəm. Və Cəlaloğlu İnşaatdan danışaq. Çünki Cəlaloğlu İnşaat sizə sırf inşaat sahəsində tam xidmət axtaranların belə deyək də dəstəkçisidir, qulluğundadır. Çünki Cəlaloğlu İnşaat sizin üçün ən yaxşı seçim olaraq işin bütün mərhələlərində həm tövsiyələrini bildirirlər, həm risklərdən sizi qoruya bilərlər. Əsas odur ki, layihəyə başlamadan öncə arzularınızı bir onlarla bölüşün. İnanın ki, söhbət olmaq pullu deyil. 055 747 20 40 nömrəsi ilə peşəkarlıq və zəmanətli şirkətlə çalışın. Çünki peşəkarlıq onlarda öndə gəlir. Və biz, hörmətli dostlar, Red Oil-dan danışaq. Yolda hər birimizə güvənli yanacaq lazımdır. Bütün kateqoriyalar üzrə yanacağı var Red Oil-un. 2 filialda, həm Zabrat şosesi Kürdaxan yolda, həm də ki Bakı-Sumqayıt yolunda Xırdalan tərəfdə yerləşir. 051 400 76 76 və ora gedəndə sizə mütləq endirim kartı təqdim olunacaq. Azərbaycanda isə yerli idman geyimləri istehsal edən Cevo Sportdur bu yaxınlarda da böyük bir tədbirdə iştirak ediblər. Həm dünya, həm Azərbaycan idmançıları ilə əməkdaşlıq edirlər. Siz də şirkətləriniz üçün bu uniformalar, idman geyimlərini əldə edə bilərsiniz. 055 450 20 37. Lift və eskalator axtaranlar siz 050 444 70 70 yığaraq Senna ilə əməkdaşlıq edə bilərsiniz. Çünki onlar dünya markaları ilə Azərbaycanda nömrə 1-dirlər. İşinin adamı. Əziz xanımlar və cənablar, işinin adamı bugün efirimizdə Əbdül Bayramovdur. Xoş gəlmisiniz. Əbdül bəy, necəsiz? Yaxşıyam, Mələk. Həmişə yaxşı olun. Lamar Az şirkətinin rəhbəridir. Diqqətlə bu istərdik ki, adı xatırlayasınız. Çünki birazdan çox məşhur olacaq inşallah bu ad və bildirmək niyyətindəyəm ki, iş axtaranlar və işçi axtaranlar xüsusilə lamar.az-a müraciət edə bilərlər. Azərbaycanda iş və iş axtaranları spesifik tərəfləri hər halda bu layihə gedişatında sizin qarşınıza çıxıb. Maraqlı mövzular danışında bizə. Elə maraqlıdır ki, mən çünki iş axtaranları da çox tanıyıram. Özüm də iş axtaranlar arasında cəmaət yatmadan əvvəl girir sosial şəbəkələrdə nələrsə baxır. Mən ömür boyu o əməkdaşda bir bazara axtarıram da, görüm hansı sahədə kimlər var, hansı sahəyə müraciətlər var. Niyə? Çünki bizim sahəyə layihələr elə halda gəlirsən, anında ağlına gəlməlidir ki, hə, falan bir CV qarşıma çıxmışdı. Falan kəsni işləyə biləm. Tez-tez komanda yığmalıyıq axı. Siz nələr görürsünüz? Burada tez-tez komanda yığmağı qəşəng vurğuladınız. Tez-tez komanda yığmaqdan ötürü elə bu platforma çox yaxşı bir vasitədir, belə deyək. Qalır ki, ümumi əsas əmək bazarında olan bu tərəfdə olan problemlər hissəsində isə mən onu vurğulamaq istəyirəm ki, biz əslində fərqində olmadan həm vaxt, həm də maddi baxımından bəzən itirə bilirik. Nə mənada? İş yerinin evimizə yaxınlığı bizi maddi mənada və vaxt mənasında çox qabağa salır. Uzaqlığı isə əlavə bir xərc yaradır. İş yerinin uzaqlığı. Biz bir növ artıq Çinə oxşamağa başlamışıq, belə çıxır. Çində çünki demək olar hamının iş yeri, ofisi evinə yaxındır. Bəli, bəli. Yəni bu artıq belə deyək, hər mənada biz Halal deyə bizə 10 milyonluq əhali, milyard yarımlıq, bəlkə neçə milyarddır. Miljardı var da bu Çinin də. İndi statistik deməyəcəm. Halal deyə maşallah. Əhsən, əhsən. Yəni biz belə əsas məqsəd burada işə götürənlə iş axtaranı bir-birinə yaxın eləməkdir. Misal üçün yaxın vaxtlarda bizim bir
belə bir məsələ oldu. Hansı ki, adamlar Mingəçevirdə iş görürlər, adamlar tapa bilmirlər. Təsadüfən çıxıb platforma qabağına və o yaxındakı işçiləri dərhal tapa bilib. Məsələ budur ki, bəlkə də Mingəçevirdə kimsə iş axtarır və yaxud hansısa bir uzaq bir regionda, ancaq ağlına Bakı gəlir. İş axtaranın da ağlına gəlir ki, burada işçi yoxdur. Yəni biz sadəcə olaraq onları bir-birinə həm göstəririk, həm tanıdırıq, həm də məsafəni onlara daha yaxın edirik. Bu da yaxşı üsul. Və ümumi dediyim kimi də o məsələlər, hansı ki iş yerinin uzaqlığı, yaxınlığı məsələsidir ki, həm insan fiziki rahatçılıq olsun, həm maddi rahatçılıq olsun çox önəmlidir. Və bəzən biz hansısa bir vakansiya baxanda, hansısa bir yerdə iş axtaranda həmin iş yerinin harda yerləşdiyini bilmirik. Sonradan bizə təklif olunur ki, tutaq ki, falan rayona getmək lazımdır, yaxud getmək lazım deyil, falan ərazidədir iş. Bəli. Burada isə biz iş yerinin də harda yerləşdiyini görə bilirik. Ümumiyyətlə Azərbaycanda maşallah olsun günün-gündən bizim gənc dostlarımız da müasir işlərə görürsən ki, əl yatır. Hətta süni intellekt və bunun kimi sahələrdə bizim çox az tanıdığımız, amma dünyada bu sahəni yaxşı bilən adamlar arasında Azərbaycanlılar hörməti sahibi imiş, sən və güc sahibləri imiş zehni baxımdan. Ümumiyyətlə yeni işlərə axtarıb hətta sualımı belə daha dəqiq deyim. Yeni müasir işləri axtaranlar və işçilər axtaranlar daha çoxdur yoxsa köhnələri? Daha çox köhnələrdir. Əslində bizim də ilkin başlanğıcda əmək bazarında həll etmək istədiyimiz və fokusumuz olan hissə də odur. Çünki belə də yeni peşələr belədir ki, onların heç ümumilikdə belə götürəndə vaxtları olmur. Yəni freelance işlərdə işləyirlər, həm özləri daimi işlərdə işləyirlər. Buna görə də onların biraz vaxtı olmur, amma xüsusilə ənənəvi peşələrdə bu daha çox faydalı olacaq ilk mərhələdə. Və süni intellekt dediniz, inşallah gələcək planlarımızda süni intellektin də bura qoşulması planlaşdırılır. Hansı ki, sizə axtarış verəndə avtomatik artıq sizə uyğun, yaxın olan, uyğun olan ən real namizədi birbaşa sizin önünüzə. Süni intellektlə necə əməkdaşlıq eləmək olar? Xaricə getməlisən buna görə? Xeyr, heç çətin bir şey deyil o. Sadəcə olaraq OpenAI-ın API-lərinə qoşuluruq. Kifayət edirlər. Çox da çətin bir proses deyil. Sadəcə olaraq süni intellektin hansı formada işlələ biləcəyi, hansı formada buna bir tapşırıqlar verilməsini əsas o peşəkarlıq orada bir müəyyənləşir. Mənim üçün həmişə şirkətin rəhbəri çox vacib faktordur. Mən çox inanıram o məsələyə ki, birincisi sən qapıdan girəndə, ilk qapıda səni qarşılayan şəxs sənin şirkətin rəhbəri haqqında çox şey deyir. Qapıda səni qarşılayan əməkdaş, bir qaraqabaq biridirsə səni şirkətin rəhbəri elədi. Gülərüzlüsə şirkətin rəhbəri elədi. Ümumiyyətlə, siz özünüz bu sahəyə riyazi savad üzərindən rəhbərlik eləmək istəyirsiniz, yoxsa siz işçiləri, korporativi, qeyri-korporativi daha yaxşı tanıyırsınız? Yoxsa siz bir dənə belə qəşəng bir boşluq görmüsünüz, əsl startapçı olaraq, türklər demiş ki, girişimci olaraq bu boşluqdan maksimum yararlanmaq istəyirsiniz? Yəni bu platformanı yaradanda yoxsa idarə etmə baxımından deyirsiniz? Hər ikisi. Platformanı yaradanda bəli, mən bunu belə misal göstərə bilərəm ki, Azərbaycanda avtomobil bazarı var. Daşınmaz əmlak bazarı var. Amma əmək bazarının məhz bu hissəsi yoxdur. Və bu böyük ciddi bir boşluqdur. Yəni mən yenə deyirəm, insan axtaranda hardan axtarmalıyam? Yəni bu sualın cavabını tapa biləcəyim hər hansı bir platforma yoxdur. Var bəzi platformalar, onlar sadəcə olaraq müəyyən bir kontingentə xitab edir. Bu isə ümumilikdə hər kəsə aid. Sizin kimi şirkətlər orada hardan qazanırlar? Qeydiyyat ödənişlidir? Xeyr, hal-hazırda pulsuzdur, amma gələcək dövr üçün hansı ki aktivlər müəyyən bir fayda verdikdən sonra pulluya keçməyə planlaşdırırıq. O da ki, yenə deyirəm, simvolik bir rəqəm olacaq. Çünki burada əsas mənim hər halda reklamlarla işləyəcəksiniz. Bəli, reklamlar və s. olacaq. Çünki mənim əsas məqsədim belə deyək də, buradan müəyyən bir dəyər yaratmaqdır, insanlara faydalı olmaqdır. Çünki insanlara faydalı olandan sonra artıq onlar sənin üçün özü nəsə eləmək istəyir. Başa düşürsüz? Yəni bunu izah eləməyə çalışıram. Nə qədər faydalı olmaq istəyirsiniz? Nə qədər? Məsələn 1 ilmi, 3 ilmi, nə qədər gücünüz var? Yox, artıq mən dediyim kimi o sadəcə olaraq sizin hər haqqınız puldur. Bildim, razıyam sizdən. Sadəcə olaraq müəyyən bir mərhələdə artıq belə deyək də bu şirkəti saxlamaq üçün lazım olan vəsait hissə, yəni belə ödənişliyə keçməyə planlaşdırırıq. Mən sizə inanıram. Yəni Əbdülbəy çox fikirlərini və hədəflərini konkret və detallı məncə fokuslaya bilən bizim dəyərli dostlarımızdan, işin adamlarından biridir. Ümumiyyətlə, bu tip layihələrdə keyfiyyətə nəzarəti necə təmin etmək lazımdır? Məsələn, biri sabah gəlib bizə deməz ki,
Qardaş, sizdən vasitənizlə bir işçi tapdım. Bu əl-əyri çıxdı, kassadan 3 manat oğurladı. Və yaxud da əksinə olacaq da müdürü idi, mənim pulumu vermədi. Orada gəlib sizə desələr necə olacaq? Orada rəqəmsal tərəfi götürsək, rəqəmsal adətən kənardan tənzimləyəndir. Yəni bu platforma insanları bir-birinə calaşdırır və onları bir-birinə qarşılaşdırır. Ora qədərdir. Ora qədərdir və tutaq ki, misal üçün götürək Bolt. Məsəl üçün, o taksi sürücüləri olur da bəzən hər hansı bir qeyri-adekvat davranışlar göstərə bilirlər. Ona cavabdeh o deyil, yəni şəxsin özüdür. Biz nə demək istəyirəm? Yəni ona görə də bu hissədə iki tərəf bir-biri ilə sərbəst şəkildə əlaqə saxlayır, danışır və əgər uyğundursa və həm məbləğ olaraq razılaşırlar, həm ümumiyyətlə iş prosesi olaraq razılaşırlar. Uyğundursa işləyirlər, uyğun deyirlərsə ümumiyyətlə işləmirlər. Misal üçün bunu belə bir primitiv, bəsit bir həyatımızın içində olan bir misalla deyim. Məsəl üçün mən sizə deyirəm ki, mənə bir nəfər tanış adam deyin, bax gəlsin mənim evimdə nə isə təmir eləsin. Həminki adam gəlsə mənim evimdə bir hər hansı bir ələyrilik eləsə, buna siz cavabdeh deyilsiniz. Həmin şəxsin özü cavabdeh. Hər kəsin özünün hüququ, bir də məsuliyyəti var. Və qaldı ki, o gələcək dövrdə amma planlarımızda məhz bu hissəni tənzimləmə tərəfi var ki, hansı ki, qeydiyyatdan keçəndə də şəxsiyyət vəsiqəsi, sima və s. təsdiq tərəfləri də olacaq. Hansı ki, bu hal-hazırda qeydiyyat sırf mobil nömrə üzərində, OTP kod üzərindən və gələcək dövrdə bu hissələr tam olaraq tənzimlənir. Xaricdə necə işləmək istəyirsiniz? Xaricdə əlbəttə ki, məhz onun Lamar adını qoymaqda məqsədim elə qlobala nə vaxtsa çıxa biləcəyimiz arzusudur. İnşallah. Və Azərbaycanda qlobala çıxmaq istəyən çox sayda iş adamı, dostlarımız var. Onlarla bağlı nə düşünürsüz? Bacarırlar yoxsa yox? Əlbəttə ki, bacarırlar və Azərbaycanda bu gün qlobalda olan müəyyən layihələri var və tam da belə deyək də o hissələrdə məlumatlı deyiləm. Yəni konkret hansı şirkətlərdir və s. kimi tam belə geniş məlumat verə bilməyəcəm, amma bilirəm ki, layihələri var və yaxşı da belə effektiv nəticələr göstərirlər. Azərbaycanda gənc dostlar, bir də dəyərli ağsaqqallarımız. Bəli. Hansı ki, ömür boyu işləyiblər, çalışıblar və onların bəlli bir düzlər var. Bizdə gördüyü yanlışlar var və gənc dostlarımızın da müəyyən qədər ağsaqqallarda yox, siz nə razılaşmıyorum dediyi məqamlar var. Bu hər iki uzlaşmada hansı nəslin təbəqəsi bir-birinə hansı məsələlərdə sizcə kompromisə getməlidir? Ağsaqqallar gənclərə harda kompromisə getsin, gənclər harda ağsaqqallara? Belə bir iki dənə misal üstündə. Təbii ki, üzr istəyirəm, ədəb-ərkan çərçivəsində söhbət karyera fikir ayrılığından gedir. Yəni mənim istəmirəm, sualım yanlış anlaşılsın. Bu iki misal üstündə deyəcəm. Deməli, mən yadımda deyil kimin əsəri idi. Atalar və oğullar belə bir əsər var və ata ilə oğul yola getmir. Əslində atalar və oğullar deyəndə burada ənənəvi nəsilsiz dediyimiz kimi və yeni nəsil nəzərdə tutulur. Orada belə bir dənə nüans var ki, sonda belə Turgenevin əsəridir deyə. Bəli, Turgenevin əsəridir. Və orada ata ilə oğul belə bir-birindən Üzr istəyirəm, radionun yaxşı tərəfi nədir? Televiziyada olanda mən belə girib axtarıb özümü ağıllı göstərə bilmirəm. Radioda amma budur. Hə, deməli, orada sonda nə baş verir? Çox gözəl bir cümlə deyir. Həqiqətən də ataların düşündüyü kimi oğullar yaramaz olsaydı, indi hələ də mağaralarda yaşayırdıq. Yəni mən beynimdə analiz edeyim. Deməli, həqiqətən də ataların düşündüyü kimi oğullar yaramaz olsaydı, hələ də mağaralarda yaşayırıq. Çünki bir mağaradan başlayıb bura qədər inkişaf eləmişiksə, bizdən sonrakı nəsil daha yaxşı olub mənasında belə bir şey deyil. Və nəticədə mənim bu fikrim də odur ki, indiki nəsillər və həmişə gələn sonrakı nəsillər daha belə bu mövzuya toxunacağıq. Bu həmişə maraqlı mövzulardan olub. İşinin adamı. İşin adamını dinləyirsiniz. Biz efirimizdə növbəti hissəyə keçid alırıq. Çünki saat 17:07-dir və mən Kamran Yaradanquliyevin təqdimatında həftə içi 5 gün yayımlanan İşin Adamı layihəsində həftə içi 5 gün fərqli sahələrin nümayəndələri, işin adamları bizlə birlikdə olurlar. Bu gün də istisna deyil və şirkətimizdə bu gün dəyərli Əbdül Bayramov iştirak edir. Şirkətimizdə dedim mən deyəsən. Efirimizdə Lamar.az şirkətinin rəhbəri Əbdül Bayramov iştirak edir. Əbdül bəy, xoş gəlmisiniz. Bir daha salamlayıram sizi. Efirimizin bu məqamında bizə qoşulan dinləyicilərimizə qısa olaraq şirkət haqqında məlumat verək. Buyurun. Lamar
iş axtaranları və işçiləri birləşdirən, İş və iş axtaranları. iş və iş axtaranları birləşdirən bir platformadır. Bir marketplace kimi bu fikirləşək. Bir-birini axtaran insanları ən yaxında və ən sürətli tapmağa dəstək olan bir platformadır. Gözəl. Biz bundan əvvəl, qısa fasilədən əvvəl hətta danışdıq ki, bu iş və iş axtaranlar həm də ki, vəzifə etibarilə bir yaşla bağlıdır. Bir-birindən birə görürsən ki, fikir ayrılığı olur. Hətta 3000 il əvvəl arxeoloji qazıntılar zamanı Çində bir daş üzərində əlyazma aşkarlanıb. Orada bir ağsaqqal belə bir giley yazıb. İndiki cavanlar tam başqa da bəlkə kimi deyil. Yəni sən demə bu o vaxtda da mövzu, bu aktual mövzulardan biri imiş. İndiki cavanlarla iş sahəsində olan həm idarəçilər, həm də ki əməkdaşlar və elə ağsaqqallar mövzusuna baxanda daha çox harda biz ortaq xətti tutmalıyıq? Yenə o suala qayıdıram. Sizcə ağsaqqallar gənclərə hansı məqamda kompromisə getməlidir? Gənclər hansı məqamda ağsaqqallara kompromisə getməlidir? Düşünürəm ki, bizim ağsaqqallar dediyimiz hansı ki bizdən böyüklərdən, təcrübəsi böyük çox olan insanlardan, onların təcrübələrini yiyələnmək və onlardan öyrənmək tərəfində bəli, çox vacib məqamlar var o hissədə, hansı ki biz onlardan öyrənməliyik. Amma yeniliklərə daha çox gənclər açıq olur. Gənclər daha çox yenilik, ənənəvi hansı ki belə ağsaqqallar dediyimiz insanlar isə daha çox stabillik tərəfdarı olur. Yəni bütün biri var kəşfləri məsələn daha çox gənclər eləyir. Çünki onlar daha enerjili, daha ambisiyalılar, daha belə ətrafında böyük dünya açmağa çalışır. Amma indiki ağsaqqal dediyimiz insanlar da vaxtında əslində elə olublar. Yəni onlar da məsələn onların da özündən əvvəlki nəsillər onlara belə deyək də siz dediyiniz o narazılıqları, hər hansı bir narazılıqlar onlara eləyə bilərlər və s. Amma onlar belə bugünkü cəmiyyətimizi quranda elə məsələn 90-cı illərin gəncləridir, düzdür. Ona görə də düşünürəm ki, yaşlılar belə deyək də, orta yaşlılar və yaxud da daha çox yaşlı təcrübəni ötürməklə gənclərə sadəcə olaraq düzgün istiqamət verməyə bacarılmalıdır. Təbii ki, biz indi demirik, yanlış axtarmırıq, doğru axtarırıq, niyyətimiz belə olsun. Ağsaqqallar adətən hər hansı bir məsələdə və ya məsləhətdə düzgün çıxanda fikir verin, onlar bir xeyli müddət keçməlidir. Deyəsən ki, kişi demişdi də bunu. Amma gənclərin dediyi haqlı çıxdığı məsələ, gənclərin elə bir məsələləri o qədər sürətlidir ki, ən yaxın zamanda olan mövzularda haqlı çıxırlar. Və amma niyyətdən də çox şey asılıdır. Biz gərək gücümüzü birləşdirək. Buyur. Deməli biz universitetdə belə bir müzakirə aparmışdıq. Təcrübə nə dərəcədə önəmlidir kimi belə bir müzakirə aparmışdıq. Yaxşı söhbətdir. Təcrübə bəli, bəlkə də 2005-ci ilə qədər, 2010-cu ilə qədər təcrübə çox önəmli idi. Dünya çox dəyişmirdi. İndi dünya sürətlə dəyişdiyinə görə təcrübə önəmini demək olar ki bir 50% itirib. Yəni mənim 2090-cı ildəki təcrübəm bugünkü dünyada nəyi dəyişə bilər, nə edə bilər? Çünki məsələn düşünsək, artıq bir dənə insan faktoru dəyişməyib, insan insandır. Yəni necə yaranışdan bu günə qədər insandır. Amma texnologiya, məsələn iş prosesi, işə yanaşmalar və s. çox dəyişib. Ona görə də bəzən indiki dövrdə bəzən təcrübə nələrsə kömək edə bilər. Əksinə təcrübə insanı bəzən dala apara bilər, geriyə apara bilər. Əgər eyni yerdə qalsan. Bəli. Bir də ki bu əvvəlki və ənənəvi milyonlarla yatırım olunan planlama, hədəflər, strategiya dövr o dövrə gəldi çıxdı ki, hər şey səhərsi gün başqa istiqamətlərdə, yəni bir xətt, üfüqi xətt yoxdur, nə də şaquli xətt yoxdur. Yalnız ziqzaq üzərindən sən gərək öz üfüqünü və şaquli xəttini tapa biləsən. Məsələn, siz sabah desəz ki, mən şirkəti bir gecənin içində bağladım, amma ona görə bağladım ki, mən daha belə effektiv bir layihə, enerjimi, formu xərcləyəcəm, mən bunu alqışla qarşılayacağım. Deyəcəm, deməli kişi tutub da bu harda olmalıdır? Bu boşluq var artıq. Bunu düzəltmək lazımdır. Deyəcəm, əhsən. Bir də var ki, Allah eləməsin, uğursuzluq, onu inanıram ki, sizin kimi dəyərli dostlarımız heç vaxt yaşamayacaqlar. Uğursuz olmamağa görə, həmişə belə enerjili qalmağa görə lap gənclərinə tövsiyə eləyərsiniz. Mənim əsas tövsiyəm olar ki, hansı ki, səbirsiz davranmasınlar. Və bəzən biz bəzi şeylər əslində həyatın çətin
belə pis tərəfi də olur da hardasa. Bəzən bəzi şeylər tələsirik, bəzən bəzi şeylərə gecikirik. Nə tələsmək, nə də gecikmək lazımdır. Sadəcə səbrlə, sistemli şəkildə irəliləmək lazımdır və necə ki biz bir nöqtədən çıxıb avtomobillə harasa gedəndə qaranlıqda o bizim gedəcəyimiz nöqtəyə qədər işıqlandırmır. Hərəkət elədikcə önümüzə işıqlandırır. Qəşəngsiz, xoşuma Elə də ki, bu qəşəngsiz. iş qurmaq, işi aparmaq hissəsində də bu belədir. Addımladıqca ön işıqlanır. Ona görə də addımlamaqdan qorxmaq lazım deyil və mən razıyam ki, bəzən necə olacaq sualı insanda demotivasiya yarada bilir. Bəzən indi bəlkə də dünən belə bu mənə təsir edən belə deyək də mənfi tərəflərdən biri idi, amma bunu çalışıb o içdə o hissəni öldürmək lazımdır. İnandığı yolda məncə hər kəs getməlidir və nəticə nə olursa olsun, ən azından sonunda deyə biləcək ki, yəni əlimdən gələni elədim də, yəni olmadı. Bir də var, heç nə eləmirsən, olmur. Ay sağ ol. Mən isə əlimdən gələni etməliyəm ki, sponsorlarımız fayda görsün. Sponsorlardan danışaq, hörmətli dostlar. Unique Uniforma Azərbaycan şirkəti olaraq uniformalar istehsal edən ölkənin nömrə 1 çalışırlar ki, şirkətlərdən biri olsunlar. Onlara uğurlar arzu edirəm. 051 516 43 33 iş yerində nizam və etibarın təməlində dayanır düzgün uniforma, həm də təhlükəsizlikdir. Efimizin baş sponsoru Unilegal Consulting'dir. Hüquqda etibarlılığın sinonimi sayılır. Çünki lisenziyalar, icazələr, şirkət təsisi, mühasibatlıq, vergi məsləhəti, təmin nişanları, tender dəstək və s. hər məqamda Unilegal Consulting'dən faydalana bilərsiniz. 070 216 91 91. Və Every Dennison'a müraciət edərək avtomobilinizi ilk gündəki kimi parlaq, gözəl, təhlükəsiz saxlaya bilərsiniz. Çünki onlar dünyanın ilk PPF şirkətidir. 055 327 0074. Enerjindən də danışaq. 2011-ci ildə qaz və su avadanlıqlarının etibarlı həllərini sizə təqdim etməyə çalışan Enerjin sayğaclar, alarm sistemləri, modul stansiyalar və daha çoxunu çalışır ki, sizə təqdim etsin. Əlaqə nömrəsi 012 570 0094-dür. Həmçinin biznesin güvənli tərəfdaşı Çekaz 2012-ci ildən bəri fəaliyyət göstərir. Şirkət müştəriləri yüksək səviyyəli kassa çeki, barkod etiketləri, qiymət kağızları, ribonlar, mobil printerlər və s. A-dan Z-yə bütün xidmətləri sizə göstərməkdədir. Təşəkkür edirəm Çekaza. 055 702 12 32. İşinin adamı efirdədir. İşin adamını dinləyirsiniz. Mən Kamran Yaradanquliyev. Hər kəsi ehtiramla salamlayıram və dəyərli xanımlar və cənablar, bizi dinləyənlər. Lamar.az şirkətinin təsisçisi Əbdül bəy bizdən birlikdədir. Lamar.az iş və işçi axtaranlar üçün yaradılmış gözəl bir platformadır. Düzdürmü? Artıq var da fəaliyyətdə yox? Fəaliyyət var, artıq 20 mindən çox yükləməmiz, 8 min istifadəçimiz var. İyi. Bəli, bu gün axtarsanız tapa bilərsiniz. Sayt, web səhifə kimi Həm web səhifə var, həm də mobil app var. Hansı ki, mobil appdə sizə daha rahat ola bilər. Hər zaman əlinizin altındadır və həm öz elanla yerləşdirilmişsə elana nəzarət edə bilərsiniz, həm iş saxtalarına dərhal daxil oldunuz, yəni axtarışınızı veriniz tapa bilirsiniz. Siz başqa sahədə çalışırsınız? Xeyr. Ya artıq yox. Xeyr, artıq yox. Sırf işiniz, gücünüz Bəli, budur. bəli. Sizə çətin olmadı adaptasiya? Çünki çox ciddi qurumlarda çalışmısınız. Bəli. Dövlət, özəl sektor və s. Yəni işi gücü kənara qoyub, Bəli. gəlib sırf öz işinizi qurmaq. Əminəm ki, axtarışda olanların çoxu da indi bu dəqiqə işindən yorulub işdən çıxmaq istəyənlər də var. Ki bir iş axtarım. Məncə bir insan bir dövrü gəlir ki, nəsə yaratmaq istəyir, nəsə qurmaq istəyir. Mənə elə gəlir ki, bu daha yaxşı bir format. Çünki bütün təcrübəmizi, hər bir şeyi burada tətbiq edə bilirik və nəticədə düşünürəm ki, çox yaxşı bir platforma yaranıb. Həm inan ki, bunu hazırlamaq üçün bütün psixoloqlarla, ən yaxşı developerlərlə, ən yaxşı product ownerlərlə danışmışıq və nəticədə çox gözəl bir platforma ərsəyə gətirmişik. Və hər kəsə faydalı ola biləcək, hər kəsə müəyyən bir dəyər qatacaq mütləq. Mütləq. İnanırıq. Qəşəng loqonuz var. Xeyirli, uğurlu olsun. Azərbaycan dili var? Bəli. Üç dillə, Azərbaycan, rus və ingilis dillərində. Gözəl. Biz mütləq daxil olarıq. Əsas odur ki, həm iş axtaranda, həm işçi axtaranda dəqiq nə istədiyimizi bilə bilək. O da daha rahat olur da. Siz bayaq bir məsələyə toxundunuz ki, doğrudan da insanlar öz bacarıqlarını bilirlərmi kimi belə hissiyat toxundunuz.
doğrudan çox ciddi problemdir, amma düşünürəm ki, hətta qeydiyyatdan keçəndə belə onu nə qədər təfərrüatlı yazmış olsalar, onların bacarıqlarına uyğun iş tapma ehtimalları daha çox olacaq. Mən onun ciddi problemini yaşayıram nədə? Öz müştərilərimlə. Deməli bizim şirkətdə bir də tədbir təşkili şöbəsi var. Biz maşallah indi yaxşı tədbirlər eləmişik. Hardasa bir 20-30% müştərilər tədbirdə nə istədiyini dəqiq bizə deyə bilmirlər. Və mən onun dərdindən müştərinin mənə göndərəcəyi brifi, bir brief plank hazırlamışam. Göndərirəm müştəriyə, deyirəm zəhmət olmasa bu sualların cavabını ver. Siz də sonda biləcəksiniz nə istəyirsiniz. Mən də biləcəm ki, sizə nədə ehtiyac lazımdır. O rəssam təsəvvürü qələmlə çəkir, ideya sahibi də sözlə çəkir. Bəzən sözlə qarşı tərəfə tam fikrində canlandırdığım bir təsviri çatdırmaq çətinliyi yaşaya bilir azam. Çünki eyni şeydə mən yaşamışam. Çünki ideya beynindədir. Mən da ki bunu developer izah eləməliyəm və yaxud hansı bir insan izah eləməliyəm ki, mən bunu istəyirəm. Və bu hissədə mən özüm də bəzən çətinlik çəkirəm. Hətta brief bəzən doldursam belə baxmışam ki, qarşımdakı marketolog da ola bilər, bu developer da ola bilər. Baxırsan ki, bəzən səhv başa düşə bilir. Ona Tam görə də anlamır. bunu sırf uzun-uzadı bəzən müzakirələr olmalıdır ki, tam olaraq o fikri belə deyək də qavraya bilək. Belə brainstorminglər çox olmalıdır belə deyə və müzakirələr çox olmalıdır. Çünki bir neçə sözlə bəzən bir ideyanı izah eləmək mümkün olmur. Və bir tərəfdən də bu sayğac yazıraq. Bəli, Puldan gedir, vaxtdan gedir, bəli. cavanlıqdan gedir. Bəli, vaxt zamanla var sürətlə gedir belə olanda. Mən sizə deyim ki, sizə rəhbər işin adamı olmaq çox yaraşır. Həm rabitəli fikrinizi ifadə edirsiniz, həm də ki maraqlı bir startapınız var. Mən işi bir kənara qoysaq, şəxsən Əbdül Bayramovun növbəti hədəfi, arzusu nədir bax? Əbdül bu işləri niyə görür? Mən əslində çox arzulayaram ki, bu gün dünyada ən belə tanınmış insanlar startap, elə onlar da belə baxanda startaplarda saysa, məsələn Facebook'un özü ən bahalı şirkətlərdən biridir. Mən arzu edirəm ki, yəni bu Lamar da qlobalda ən vacib, ən lazımlı və böyük şirkətlərdən biri olsun. Sırf bunu həm özüm üçün də istəyirəm, əlbəttə ki, bunu kim istəməz. Həm də istəyirəm ki, həm də bizim millətimiz üçün bir yaxşı bir brend olsun, hansı ki bizi təmsil edən. İnşallah, inşallah. Əbdül bəy, biz söhbətimizin yavaş-yavaş gəlib sonuna çatdıq. Maraqlı toxunmaq istədiyiniz məqamlar varsa, buyurun. Mən əsas belə deyək, bu çatdırmaq istədiyim məsələ odur ki, hər kəsin mütləq ki bir bacarığı var. Özünüzə inanın. Özünüzə inanın və bacarığınıza uyğun qeydiyyatdan keçib profilinizə hər şeyi qeyd edin. Bütün özünüz bacarıqlarınız haqqında və istəkləriniz haqqında məlumatlar yazın ki, iş tapmaq sizin üçün çox da böyük bir məsələyə çevrilməsin. Çünki axtardığınız hər şeyi hər bir insan burada tapa biləcəksiniz. Birinci özümüzü tapaq. Məncə ondan sonra yaxşı olacaq. Əziz dostlar, işin adamını dinlədiniz və mən Kamran Yaradan Quliyevin təqdimatında sizin qarşınızda olduq. Sabah yenidən eyni saatda, eyni məkanda, eyni dalğada, Dalğa FM-də eşidilərik 92.5-də. Hələlik. İşinin adamı bitti.